Salam, hörmətli müəllimlər. Mən növbəti bir videomu çəkirəm. Bu günlərim 3-cü sinifin Şirvanşahlarla bağlı bir məlumat paylaşacağam. Şirvanşahlar sarayı ilə bağlı miniatürü keçən dərs izah eləmişdim. İndi bu Şirvanşahlar sarayı olacaq. Şirvanşahlar sarayı da çox rahat, çox maraqlı məlumatlar var burada da. Düzdür, müəllimlərin çoxu deyir ki, sanki elə bir tarixdir ki, zaten bizim dərsimiz onsuz da tarixlə, tarixdə olan incəsənət dərsindən çox bağlı olduğuna görə burada daha çox biraz tarixi yöndə olsa da, amma maraqlı dərsdir. Deməli, Şirvanşahlar sarayını birinci növbədə yadınızda saxlayırsınız ki, 15-ci əsrdə Şirvanşahlar sarayı tikilmişdi. 15-ci əsrdə Şirvanşahlar sarayı tikilmişdi və Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş bir saray idi. Deməli, 15-ci əsrə qeyd edirsiniz. Bir tərəfdə qeyd edirsiniz Şirvanşahlar sarayı 15-ci əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmişdi. Şirvanşahlar sarayı ümumilikdə içəri şəhərdə yerləşir. Yerləşmə yeri kimi onu yadda saxlayırsınız. Və ümumiyyətcə bu tikili kompleks halındadır. Yəni bir tikilinin içərisində bir neçə tikililər kompleks halda birləşmişdir. Bu komplekslərə daxildir. Qeyd edirsiniz. Deməli 15-ci əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilməsini, içəri şəhərdə yerləşməsini bunu qeyd edirsiniz. Sonra konspektinizə qeyd edirsiniz ki, kompleksə daxildir. Şirvanşahlar kompleksinə daxildir. İçərisinə yəni saray, divanxana, türbə, hamam, darvaza və eyni zamanda şah məscidi bura daxildir. Darvaza olaraq Murad darvazası qeyd edirsiniz. Sonra Bakovinin türbəsini qeyd edirsiniz mütləq şəkildə. Seyid Yəhya Bakovinin türbəsi, Murad darvazası, şah məscidi. Bax, bunları qeyd edirsiniz. Deməli, eyni zamanda Şirvanşahlar sarayı yadımızda saxlayırıq ki, 2000-ci ildə UNESCO-nun irsi siyahısına daxildir. Ümumiyyətcə qeyd edirsiniz nəyi? Həm Qız Qalası, həm Şirvanşahlar sarayı UNESCO-nun irsi siyahısındadır ki, bir ili qəbul illərində MİQ-də qəbul ilində bu düşürdü ki, UNESCO-nun irsi siyahısına daxil olan tikilini tapın. Bunun deməli biri Şirvanşahlar sarayıdır, biri Qız Qalasıdır ki, bunu mütləq şəkildə yadda saxlayın. Sonra qeyd edirsiniz bir tərəfdə formasının, deməli kompleksin tərkibinə daxil olanları qeyd elədiniz. Deməli, formasını qeyd edirsiniz. Forması düzbucaqlı prizma şəklində idi. Və üstündə isə günbəzlə örtülməsini. Deməli, mütləq şəkildə yadımızda saxlayırsınız. Deməli, formasının düzbucaqlı piramida şəklində olması, üstünün günbəz şəklində olması, içində yeraltı sərdabənin, yəni dəfn yerinin olması və ümumiyyətcə üzəri isə dekoru isə daş oymalarla olması. Daş oyma, dekoruna qeyd edirsiniz daş oyma, içərisində yeraltı sərdabə, dəfn yeri var idi, üstü günbəz idi, forması da düzbucaqlı prizma şəklində. Bax, bu məlumatları qeyd edirsiniz. Sonra biz orada axı yuxarıda qeyd elədik ki, divanxanası var, hamamı var, darvazası var, şah məscidi var və s. İndi burada bizə qeyd olunur ki, növbəti məlumatda divanxana. Qeyd edirsiniz, divanxananın forması 8 güşəlidir. Mütləq şəkildə qeyd edirsiniz. Divanxananın forması 8 güşəli şəkildə olmasını. Binanın daxili hissəsi günbəzlə tamamlanmasını qeyd edirsiniz. Binanın daxili hissəsi günbəzlə tamamlanıb və əsas hissəsi salona verilib, qeyd edirsiniz mütləq şəkildə. Əsas hissənin salon olması, daxili hissəsinin günbəzlə tamamlanması. Və bu salonda isə, əsas hissəsi salona verilsə də, burada xidmət otaqları da var idi. Xidmət otaqları isə qeyd edirsiniz, şimal və cənub tərəfdə yerləşir. Şimal və cənub tərəfdə deməli xidmət otaqları var idi. Taxtavanla örtülmüşdü. Deməli, taxtavanla örtülməsi xidmət otaqlarının, deməli, bax, ən rahatı belə qeyd edə bilərsiniz. Cənub və şimal tərəfdə xidmət otaqları yerləşir, taxtavanla örtülüb. Sonra şimalı qeyd edirsiniz. Şimal otaqda pilləkənlər yerləşir. Mütləq şəkildə yadımızda saxlayacağımız ikinci hissə budur. Deməli, şimal otağında pilləkənlər yerləşir. Salonun üstü isə günbəzlə örtülmüşdür.
Günbəzin daxili isə dilim hissələrə parçalanmışdı. Deməli, şimal otaqda pilləkənlər var. Salonun üstü günbəzlə örtülüb. Günbəzin daxili hissəsində isə hissələrə parçalanmışdı günbəzin hissəsi. Daxili isə dilim hissələrə parçalanmışdı. Sonra qərbi qeyd edirsiniz. Qərbdə 2 dənə otaq var idi. Mütləq şəkildə qərbdə 2 balaca otağın olmasını qeyd edirsiniz. Burada da türbə əmlakı saxlanılırdı. Deməli, bax, şimal-cənub tərəfdə deməli oldu xidmət otaqları və taxtavanla örtülməsini qeyd edirsiniz. Şimalda pilləkənlərin yerləşməsini qeyd edirsiniz. Salonun üstünün günbəzli olması, günbəzlərində isə dilim-dilim hissələrə parçalanmasını qeyd edirsiniz. Sonra qərbi qeyd edirsiniz. İki kiçik balaca otaqlar var idi. Burada türbə əmlakı saxlanılmasını və günbəzlərdə düzgün nisbətdə tikilməsini, ümumiyyətlə günbəzlərin hər biri çox düzgün nisbətdə tikilmişdi. Rəngi firuzəyi, deməli, mütləq yadınızda saxlayırsınız ki, rəng hissəsinin firuzəyi kaşı lövhələrlə örtülməsi idi. Rəngi, deməli, firuzəyi kaşı lövhələrlə örtülübdür. Deməli, sonra türbədə fərqləndirən əlamət kimi yeraltı sərdabələr var idi. Mütləq bunu qeyd edirsiniz. Günbəzi 4 cərgədə yerləşən kəmərə söykənmişdi. Bunu qeyd edirsiniz. Deməli, Şirvanşahlar Sarayı barədə bu qədər. Əslində çox çətin deyil. Yenə deyirəm, əsas hissəsi var idi. Əsas hissəsində mərkəzi salon var idi. Kiçik otaqlar var idi burada da, mərkəzi salonda. Yadımızda saxlayırıq. Mərkəzi salonda deməli əsas hissə var idi. Divarlarda taxçaları var idi. Üstü günbəzlərlə olması, günbəzlərin də dilimlərə bölünməsi, üzərində isə yelkənvari keçidlər var idi. Sonra qeyd eləyərsiniz, nə bilim, yan otaqlarda var idi. Yan otaqlarda qərbdə 2 otaq var idi. Mütləq şəkildə türbə əmlakının saxlanılması, şimalda isə xidmət otaqlarının tavanının çatma tağlı olmasını qeyd edirsiniz. Yer altında sərdabələr var idi. Burada ölülərin dəfni üçün nəzərdə tutulmuşdu. Sonra qeyd edirsiniz, şimalda pilləkənlərin, spiral şəklində pilləkənlərin olması, burada da yuxarı hissəyə çıxışı var idi. Yəni belə. Əslində bir də nədə giriş hissədə yarım günbəz var ki, üstü yarım günbəzlə örtülmüşdü bir giriş hissəsi var ki, burada da Quran ayəsi, müxtəlif naxışlar və s. bunların da olmasını öz dəftərinizdə qeyd eləyirsiniz. Yəni bu qədər. Çox sadə, çox rahat dərsdir Şirvanşahlar Sarayı, çətin deyil. Əsas şimalı, cənubu və s. bunları mütləq yadımızda saxlayırıq.